Niyə bir psixoloq bədii ədəbiyyat oxumalıdır? Gəlin biraz bundan bəhs eləyək. Çox vaxt universitetlərdə bizə hazır mühazirə mətnləri əzbərlədilir və bu mətnlər texniki biliklərlə və əzbərləməli terminlərlə dolu olur. Lakin bir çoxumuz terapiya otağına gələndə bu bilikləri terapiyaya tətbiq eləyə bilmirik. Çünki parçalara bölünərək təsnifatlandırılan insan xarakteri əslində daha mürəkkəb və daha artığıdır. İnsan təcrübələri də çox müxtəlifdir. Buna görə də yeni terapevtlər terapiya otağında fərqli təcrübələrlə üz-üzə qaldıqları zaman kiçik bir şok keçirdirlər. Ölüm, itki, şiddət, cinsi istismar kimi mövzularda hətta ağladıqları belə olur. Bu məsələ sadəcə olaraq gənc psixoloqlara aid deyil. İllərlə təcrübəsi olan psixoloqlar belə bəzən qarşılarındakı insanı anlamaqda çətinlik çəkə bilirlər. Bədii ədəbiyyat isə hər kitabda bizə fərqli obrazları, mədəniyyətləri, fərqli təcrübə yaşamış insanları tanımağa imkan verir. Bəzən bir cinayətkarın, bəzən bir qurbanın, bir uşağın ya da bir ölünün, yaşlı bir qadının, hər şeyini itirmiş bir kişinin, bir əsgərin ya da bir müəllimin duyğularını, düşüncələrini, insanlara baxış tərzini, yaşadıqlarını necə qarşıladığını oxuyuruq. Hətta bir kitabda bütün obrazlar uydurulmuş olsa belə real olan bir şəxs var, yazıcı. Kölgə Kitab Klubunda müzakirə edəcəyimiz kitabları seçərkən və müzakirələri apararkən bu nüanslara diqqət yetiririk. Obrazları təhlil etməyə, yazılanları və hətta yazılmayanları da müzakirə etməyə, analiz etməyə, dünyaya fərqli gözdən baxmağa çalışırıq.